Xeyir olsun, hörmətli ATV izləyiciləri. Bu günləri 24-də 13-cü ay 2025-ci il tarixdə saat 12:55 radələrində Sumqayıt Ceyranbatan marşrutu üzrə hərəkət edən 9 saylı bir avtobus 50 AY 422 nömrəli dövlət qeydiyyat nişanlı avtobus Ceyranbatan ərazisində yanaraq kilo yararsız vəziyyətə düşmüşdür. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb edilmiş. Yanğının qarşısı vaxtında alınmış, xoşbəxtlikdən tələfat alan olmamışdır. Zərər çəkən olmamışdır. Buna baxmayaraq, avtobus çox pis yanaraq yararsız vəziyyətə düşmüşdür. Bu hadisə Saray postuna 1 kilometr qalmış ərazidə baş vermişdir. Bununla əlaqədar olaraq haradasa bir yarım saat Bakı-Sumqayıt yolu bağlı qalmış, hadisə aradan qaldırılmış, yenidən hərəkət bərpa edilmişdir.